İçəri partlat və seçimini et. Aylıq qazancın nə qədərdir maaş? 500 manat. Bəxtin gətirmədi. Məni necə sevindirə bilərsən və yaxud da hal-hazırda güldürə bilərsən? Necə sevindirə bilərsən? Onu heç özüm də elə bilmirəm. Kifayətdir bu. Biləndə xəbər edərsən. Bürcün nədir? Şir. Əslində şir çox bəyəndiyim bürcdür. Ona görə bir dənə də sual verəcəm. Yenə şanslısan ha. Bərabər olsa, ilk səyahət edəcəyimiz bir yer. Həzanlanma. Şirxana. Heyvanxana nəzərdə tutursan məzə. Partladım, razısa. Getmək istəmir ha. Təəssüf. Bu sual hər ikinizə verəcəm. Hansınızın cavabı xoşuma gəlsə, sevgi sizin üçün nədir? Nədir sənin üçün sevgi? Sevgi mənim üçün diqqətdir, qayğıdır, qarşılıqlı hörmətdir, bir də güvəndir. Bəs sənin üçün nədir sevgi? Mən üçün də elədir o. Fərqli bir cavabdır. Sevgi mən üçün puldur. Əlbəttə ki, bir xanım üçün diqqət önəmlidir, qayğı, sevgi. Ona görə də mən pul seçirəm. Nə? Baxış nöqtəmiz eynidir. Belə videoların davamı üçün bizi izləməyi unutmayın. Növbəti videoda bəyi və xanımı birlikdə görüşə aparacağıq.